Bugün sizə məktəb mühitində yeniyetmələr arası bullying haqqında danışacağam. Ümumiyyətlə bullying bir yeniyetmənin digərinə qarşı fiziki, psixoloji, sosial təzyiq göstərməsidir. Bu davranış məqsədli şəkildə qarşı tərəfi qorxutmaq, alçaltmaq, təcrid etmək və ya öz gücünü hiss etmək üçün edilir. Ümumiyyətlə məktəb mühitində yeniyetmələr arası bullying çox rast gəlinən psixososial problemlərdən biridir. Burada həm bullying edən, həm də bullyingə məruz qalan yeniyetmədə psixoloji vəziyyətində ciddi narahatçılıqlar, problemlər yaranır. Ümumiyyətlə bullyingin bir neçə növü vardır. Fiziki bullying, bunu vurmaq, əşyasını almaq, itələmək kimi hərəkətlər ola bilər. Verbal bullying, burada alçaldıcı sözlər, təhqir etmək, lağa qoymaq kimi hərəkətlərdir. Sosial bullying, qrupdan kənarlaşdırmaq ya da sosial nüfuzdan salmaq deməkdir və kiberbullying sosial şəbəkələrdə təzyiq və təhqir etməkdir. Bullying edən yeniyetmədə növbəti psixoloji və davranış xüsusiyyətləri müşahidə etmək olar. İmpulsivlik və aqressiya, empati çatışmamazlığı, ailə daxili konfliktlərə məruz qalma, diqqət və emosional tənzimləmədə problemlər, özünə güvənin azlığı, aqressiya ilə maskalanması. Bullyingə məruz qalan isə yeniyetmədə daha çox özgüvənin azalması, sosial münasibətlərdən uzaqlaşmaq, qorxu və həyəcan, özünə qapanma, özünə zərər yetirmə fikirləri kimi də yarana bilər bu yeniyetmələrdə. Valideynlər və müəllimlər nəyə əsasən fikir yetirməlidirlər? Yeniyetmələrdə davranışlarda baş verən ani dəyişikliklərə, məktəb performansının enməsi, sosial münasibətlərdən uzaqlaşmaq, tez-tez ağlamaq, əsəbləşmək, bədəndə izah olunmayan xəsarətlərin baş verməsi, sosial şəbəkələrdən, internetdən istifadə etdikdən sonra dərhal gərginlik, psixoloji gərginlik keçirtməsi. Ümumiyyətlə bir psixoloq olaraq qeyd etmək istəyirəm ki, yeniyetmələr xüsusən də 11-14 yaş arası mütləq şəkildə bir psixoloji dəyərlənmədən keçməlidirlər. Çünki erkən mərhələlərdə aşkarlanmış psixoloji problemlərin psixoloji dəstəklə aradan qaldırılması daha məqsədə uyğundur. Çünki sağlam psixoloji mühit yeniyetmənin şəxsiyyət inkişafında həm də sosial münasibətlərdə mühüm rol oynayır.